Deməli belə. Kinetik enerji kütlədən asılı qraf verilir və diaqramı verilir. Deməli bizə 1, 2, 3, 4 nöqtəsi verilir. Bizdən soruşur ki, hansı nöqtədə cismin impulsu ən böyükdür? P'si ən böyük olsun. Biz bunun üçün nə edirik? Yenə cismin kinetik enerji düsturunu yazırıq. Kinetik enerjinin düsturu hansıdır? İmpulsu olan P kvadrat bəli, bölü 2. Buradan mən P kvadratını tapsam, olacaq 2MYK, düzdür, çarpaz vururam. P'ni də tapsam, kök altda 2MYK oldu. Buradan görürəm ki, P bunun ikisindən də düz asılır. Deməli, P böyük olması üçün, bunun ikisi də ən böyük olmalıdır. Yəni, M-i də ən böyük olsun, kinetik enerjisi də ən böyük olsun. Bu da hansı nöqtəyə? 3 nöqtəsindən uyğun gəlir.